Necəsiz uşaqlar? Sağ olun müəllim, siz necəsiz? Və Fidan Behbudova. Yaxşı, yaxşı, siz necəsiz? Çox sağ olun. Necə oldu bu layihəyə düşdünüz? Heç özüm də bilmirəm. Kampaniya edirdik. Kampdan bir gün əvvəl hazırlaşırdım ki, evdən çıxım gəlim akademiyaya. Bir də gördüm ki, qrup açıldı. Onun gözləri gülürdü. Mənim yazdınız, mən də şoka düşdüm birinci. Heç gözləmirdim də filmə çəkiləcəyimi. Heç Niyə film akademiyasında oxuyursan? Yox, Hər an yox. başına nəsə gələ bilər. Kinoya çəkilmək üçün gəlməmişdim. Yəni sadəcə özümü ifadə etməyi bacarmaq üçün, öz güvənimi artırmaq üçün gəlmişdim. Yəni düşünmürdüm ki, nə vaxtsa da filmə çəkilərəm. Özüm şok oldum ki, niyə mən bunu bacara bilmişəm. Yəqin ki, disiplinli olmuşam ki, seçilmişəm də filmə çəkilməyə. Məni çox sevindirdi. Məndə amma daha fərqli oldu. Gəl-gedəkdən təzə çıxmışdıq falan. Bir də gecə saat 2-də siz qrup açdınız, Anar, siz, mən, belə üçümüz. Kampa getmişkən fürsətdən istifadə araya bir dənə də film salmaq istədik, onu da çəkmək istədik. Sonradan o qədər əlavələr falan filan dedik, niyə də serial olmasın və birdən-birə öz obrazımı da canlandırmaq fürsəti də verildi mənə. İlk dəfə bir kinoda sırf Çingizi oynayırdım. Düzdür, bəzi yerlərdə tam Çingizlə eyni deyildi. Amma maksimum bacardığım qədər Çingizi izləyici qabağına gətirməyə çalışdım. Necə bir hiss idi öz obrazını oynamaq? Mənim yaxşı idi, çox deyinirmişəm, öyrəndim. Bəzən Çingizdən çıxırdı, yəni normal həyatda verməyəcəyim reaksiyalar idi. Amma maksimum sadə səhnələrdə bacardığım qədər izləyici qarşısında Çingizi göstərdim. Aycunu çox sevdim, həqiqətən belə əyləncəli. Yəni, onu oynadıqca həzz alırdım da oynamaqdan. Çox qəşəng rol idi. Çox cəsarətli. Mən elə deyiləm, cəsarətli deyiləm. Kinoda ən maraqlı an. Yataq səhnəsi, hələ də ondan. Nicatla belə uzandıq. Yatağı bölüşdürəndə Nicat Nərimanın orada aramızda belə uzanmağı falan filan heç fokuslana bilmirdim bir tane. Danış belə getsək, 4 nəfər götürür. Reaksiyalar görürüm ben burada döndün orada. Gördünüz ya. Gördünüz ya. Tövbe de yayınlar hemen önce. Gözümü bağlı tutdum ki, çəkilsin, bitsin də o səhnə. Mənə bir də ən çox güldürən səhnə o konfeti tullayırdı Çingizin üstünə. Əlim, sənin müəllim. Orada özümü güclə saxlayır. Davay. Davay, yaxşıdır, dağılışmayın. Ümumiyyətlə Nərimanın olduğu hər səhnə belə həm çətin, həm də maraqlı səhnələr olurdu. Çəkiliş zamanı ən çətin an hansı idi? Elə çox çətinlik çəkdiyim bir şey olmadı. Bir dənə ağlama səhnələrində biraz çətinlik çəkirdim. O da zamanla düzələcək inşallah. Aycun ağlamır ona görə. Aycun gözləri gülür. Əslində o gözlərdən Aycundur. Dava səhnəsində sizi başa düşüb orada nəsə göstərmək çətinlik çəkmişdim. Budur sizin oğlanlığınız? Hı? Təbrik edirəm sizi, yaxşı olanlar. Sizin istədiyinizi belə başqa bir şey başa düşmüşdüm. Əvvəlcədən elə hazırlaşmışdım da. Sonradan belə siz də başqa bir şey deyəndə o səhnə oynamaq çətin idi. Siz öz obrazlarınızla dost olarsınızmı? Olaram. Niyə qız görmürsən, oğlanlara girişirsən, eləyərsən? Yox, girişdə də ya qız, belə əyləncəli qız, dost olsam maraqlı olar. Obraz Çingizlə dost olsaydım onu ora göndərməzdim. O qədər belə qoymazdım ki, belə çətin bir situasiyanın içində qalsın. Amma belə olsaydım əgər Çingizlə dost, o orada olmazdı. Deyərdim, gördüyünüz bildəsən ki, bura qoymazdım da, yəni problemin içində qalsın. Obrazda özünüzü itirdiyiniz an. Ayazın ölüm səhnəsində həqiqətən o qədər təsirlənəcəyimi bilmirdim. Hətta mənim dubullarım çəkilməyəndə mənə deyirdiniz ki, ağlama, amma belə o qədər fokuslandım ki, ağlayırdım. Axır mənim dublim çəkiləndə göz yaşım çox az qalmışdı, biraz çətinlik oldu. Göz yaş əvəzinə ağız suyu axı. Ağız suyu da getdi. O səhnədə o qədər təsirlənəcəyimi fikirləşmirdim. Onun gözləri gülürdü kinosunda. Sizcə kimin gözləri gülürdü? Ayazım. Əslində başda bilmirdi heç birimiz kimin gözlərindən gedir söhbət falan filan. Öz təxminimdə Aygün idi ya Nərgiz qızlardan biri, amma final səhnəsində Ayaz tam oturdu da o sözün. Kinoda hansı obrazı oynamaq istəyərdiniz özünüzdən başqa? Oğlan olsaydım Ayazı, qız olsaydım Sevinci oynamaq istəyərdim, maraqlı həyatı var idi. İzel obrazı maraqlı idi. Elay obrazını əslində çox
fürsət qalmadı Mahir obrazına. Amma biraz da orada söhbətlər açılsaydı, mən Mahir obrazının potensialına da güvənirdim. Partnyora aşiq olmaq. Olmaz məncə. Dost kimi də. Aygünlə şübhəmizi soruşublar orada Fidanla. Serial başlayandandır Aygünlə belə canlılar açdıq falan filan. İzləyiciyə maraqlı olsun deyə bir çox kontentə girişdik Aygünlə. Bir çox insana da maraqlı gəlirdi ki, bəs Çingizlə Fidan real həyatda necədirlər münasibətləri? Peşəkar aktyorlar kimi biz real həyatda çox yaxın dostlar. Səhnədə də Liboy obraza girərik. Sizcə finaldan 5 dəqiqə sonra nə baş verdi? Ondan sonra amma məncə də bir ağıllı birimiz çıxdı orada. Ən azından Mahir falan daha soyuqqanlı idi da. Dedi ki, hələ ki ölməyib də, hələ fürsət var. Çünki final səhnəsində ekran qaralana kimi Anarın gözləri bağlanmadı. Orada hansısa soyuqqanlı biri dedi ki, bir əlləşək də, bir nəsə çağıraq falan filan. Xəstəxanaya doğru irəlilədilər. Ondan sonrası da bir ikinci sezon ola bilər. Biraz səs-küy olacaq, hamı qarışacaq bir-birinə ki, neyniyək, əl-ayağa düşəcəklər. Sonra gələn maşından onu götürüb xəstəxanaya aparacaqlar. Evet. Danış da!